protezdir, aşağı protezdir. Protezin yapışmasını göstərmək istəyirəm. Belə formada, bax, sirkəlilik belə formada yapışıb. Bildiyimiz protezdir. Bu nəyin hesabına yapışıb? Əziz insanlarım, əziz yaşlılar, bu protezlər boşu-boşuna belə yapışıb qala bilmir. Bunları bir yapışdıran bir amil var burada. Bu amil nədir? Neçə ayın protezidir. Bu artıq neçə ay keçib üstündən, dişlərin aralarında ərk falan. Bu pasiyentin baxımlığından asılı əslində. Pasiyent baxımlı pasiyentdir. Pasiyentin baxımlığına bir sözümüz yoxdur. Protezə bir baxaq. Protez nəyin hesabına oturur? Bax. Görürük protezin altında bu hissələri gördük. Ağızda nə var? Ağızda da baxaq. Bax, belə bir hissələr var ağızda. İmplantlar qoymuşuq. Ərimiş çənə idi. Fikir veriksə çənədə çox ərimə var bu hissələrdə. Sümük çox əriyib, protezi çətinliklə saxlayır. İndi gətirmişik, protezi belə düzəltmişik. Qara rezinlər də kifayət qədər sərt rezinlərdir. Yəni bunlar, bu dəliklər ki var, gəlib bu implantların başlarına keçir. Bu implantların üstündəki abatmentlərdir. Monoblok implantlar deyil, ayrıca bağlanmışdır. Yəni pasiyent istədiyi vaxtı bunu çıxmayan konstruksiyada çevirə bilər və istədiyi vaxt gətirib protezi belə qoyuruq. Dəqiqə bir dənə yerini tapaq. Keçdi. Keçəndən sonra rahat da belə durur. Burada istəsə pasiyent axırıncı implantdan o tərəfə 11 mm-ə qədər diş də artıra bilər. Bu zaman nə olur? Bu zaman protezin belə qalınlığı olmur. Bağlayın. Dodaqdakı bu basıqlıqlar ki var, bu hissələr ki var, bunlar çox basılır. Protezdə isə bunları qabarda bilirik, rahat göstərə bilirik. Üz qırışlıqlarına təsir eləmiş ola bilir. Yəni pasiyentin seçimindən asılıdır. Hansını istəsə, hansı konstruksiya istəsə eləyə bilər. Yaşlı adamlarda əsasən bu konstruksiya uyğundur. Yəni dediyim kimi üz qırışıqlarına görə və axıra qədər dişlərin olmasına görə bu daha uyğundur. Nazilə xanım, bu nətərdir vəziyyət? Bax, protezi taxdınız, nətərdir vəziyyət? Yəni, yox, bax, çox gözəl deyil. İlk siz bizə nətər gəlmişdi? Ağzınızda diş vardı, protez var. Ağzımda protez, köhnə protezi var idi. O protezdəki ağzımda durmurdu. Düz 5 ildir ki, mən neçə dənə protez düzəltdirmişdim. O protezlər heç bir ağzımda durmurdu. Sümük yeyilmişdi, protez durmurdu. İlk öncə gəldim bura. Bizi harada gördünüz, gəldiniz? Sizi TikTok'da gördüm. TikTok'da gördünüz, gəldim. Orada sizin səhifənizə girdim. El işiniz çox xoşuma gəldi, həqiqətən. Gəldim adresinə də nömrə götürdüm, zəng elədim. Hardasa bir il bundan qabaq gəldiniz? Hardasa bir il bundan qabaq gəldim, 2022-də. İmplantlar məsləhət gördünüz. 4 dənə implant əkildi. Allah sizdən razı olsun, mən razıyam. Ağrılar çox oldu evdə? Heç bir ağrı olmadı. Çox rahatçılıqla diş qoyuldu. Protez 3 ay keçdi. 3 aydan sonra protez düzəltdiniz. Ondan sonra çox yaxşıdır. 3 aydır protez ağzımdadır. Çox rahat, hər şey yeyə bilirəm. Bərk şeylər də hər şeyi yeyə bilirəm. Yəni protezin ağzından çıxması falan söhbəti yoxdur. Yəni o şeyləri siz yaşamısınız da. Qəti surətdə ağzımdan protez çıxmır. Elə bil ki, bir ana dişi kimi ağzımda işlədirəm. Çox razıyam. Amma əvvəl qorxurdunuz ki, bir dəqiqə protez çıxacaq, düşəcək, hə? Çox qorxurdum, hə. Çox qorxurdumsa elə bilirdim ki, əvvəlki protez dəb kimi ağzımdan düşəcək. Ancaq indi ana dişi kimi çörək, hər şeyi yeyə bilirəm. Xeyirli uğurlu olsun deyir. Biz sizi çox istədik. Ya, siz çox mülayim abikəmisiniz bizim. Yəni biz sizi çox istədinizmi? Çox istədim. Siz mənim balamsınız. Allah sizdən razı olsun. Çox razıyam. Dişim barədə heç bir dənə də deyə bilmərəm ki, nədir. Heç bir çətinliyi yoxdur. Mən deyərəm ki, hər bir insan gəlsin, nə lazımdırsa siz eləyəsiniz. İndi mən sizə öyrətdim ki, burada mənim üçün belə sözlər deyin. Yox. O mənim ürəkdən gəlir. Allah haqqı həqiqətən ürəkdən gəlir. Ürəkdən deyirəm. Allah sizdən razı olsun. Allah sizə can sağlığı versin. Kənarda mənlə Nazilə xanım şəkil çək. Əladır, elə? Nazilə xanımın protezini taxdıq. 4 ədəd implant qoymuşduq. 4 ədəd implant qoyandan sonra protezini taxmışıq. Protezi taxandan sonra da artıq 3-4 ayda üstündən keçib, indi gəlib
ki bir yoxlanışa bir baxam görüm nə şikayəti var, nəyə var, nə narahatçılığı var. Bir şikayət varmı? Heç bir şikayəti yoxdur. Xeyirli uğurlu olsun deyilir Nazlı xanıma. Sağ ol. Sizin belə bir videomuz var idi, əvvəlki versiya. Belə bir danışmışıq. İndi bax bununla yan-yana qoyacağıq, qızlar yan-yana qoyacaqlar, belə paylaşacağıq. Nə deyirsiniz insanlara, nə deyirsiniz? İnsanlara İmplant qorxuludur. İmplant heç bir qorxulu deyil. Hə. Gəlsinlər. Hansı mərhələsi qorxuludur? Heç bir mərhələdə mən qorxulu görmədim. Mən əvvəl qorxurdum, ancaq həqiqətən heç birində mən yəni nə ağrı, nə acı, heç bir çətinliklər görmədim. Hər şey rahatçılıqla dişdə qoyuldu, implantlar qoyuldu. İndi də dişim də çox gözəl, çox yaxşı. Xeyirli uğurlu olsun. Allah canınızı O şey deyirəm, mən həmişə deyirəm ki, Allah sizlərə peşmançılığı verməsin, bizi seçdiyiniz görə. Biz də sizlərin qarşısında utandırmasın. Şükür ki, Nazlı xanımın qarşısında utanmırıq. Üzümüz ağrıdır. Bəlkə hamının qarşısında uzaq Allah olalım. razı olsun. Sağ olun. Sağ ol, Allah sağ ol, sizdən sağ razı ol. olsun. Siz mənim balamsınız. Çox sağ olun. Sağ ol. Belədir. Sağ ol.